أعوذ بالله السميع العليم من الشيطان الرجيم بسم الله الرحمن بسم الله الرحيم الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد. Hakikaten evlilik hayatı davam etmesi üçün ve ailelerin, xüsusən də ər və arvadın bir-birinə olan məhəbbətinin artması üçün və həmçinin də bu evlilik həyatının xoşbəxt və yaxud da xoşbəxt keçməsi üçün müəyyən səbəblərdən tutmaq mütləqdir. Xüsusən də bugünkü günümüzdə fitnə fəsadın yayıldığı və həmçinin boşanmaların artdığı və həmçinin dəyyusluğun çoxaldığı, zinanın və həmçinin buna aparan əməllərin çoxaldığı və rahatlaşdığı bir zamandır. Və biz də örnək olaraq şübhə yoxdur ki, götürəcəyimiz şəxs Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Allah-u Teala Quran-ı Kərimdə Atiyullah və atiyur Rasul, Allaha və onun Peyğəmbərinə tabi olun buyurur. Və həmçində başqa ayədə Peyğəmbər sallallahu aleyhi və səlləmdə gözəl bir nəsihətin, gözəl bir nümunənin olduğunu Allah-u Teala bizə bildirir. Və həmçinin Allah-u Teala Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmağın Allahın sevdiyi əməllərdən, Allahın razı qaldığı əməllərdən olduğunu bildirir. Necə ki Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə hansı ki bu ayə imtihan ayəsi sayılır. Qul de, in kuntum tuhibbunallaha fettabi'uni yuhibbukumullah və yaghfir lekum. Desə, əgər Allahı sevirsinizsə, mənə tabi olun. Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Biz ömrümüzdə, həyatımızda və xüsusən də evlilik məsələsində, ailə həyatında özümüzə nümunə olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmi götürməliyik. Və həmçinin böyüklərimizin, xüsusən də ümmətin alimlərinin, ümmətin şeyxlarının bu məsələdə bizə olan tövsiyələrinə qulaq asmalıyıq ki, ailədə olan məhəbbət davamiyyətli olsun. Aralarına hər hansı bir problem düşərsə, hər hansı bir narazılıq, inciklik düşərsə, aradan qaldırmaq üçün insan gərək səy göstərsin. Yəni çalışsın və əlində onun tuta biləcəyi bir elm, bir fayda olsun. Ona görə biz Peyğəmbər s.ə.v və ondan sonra gələn sələfləri özümüz üçün nümunə götürməliyik. Və Şeyx Süleyman Ruhaylinin evlənənlər üçün və yaxud da evli olanlar üçün çox gözəl tövsiyələri var. Bu tövsiyələrdən sadəcə üçünü götürəsiyik. Birincisi, insan evləndiyi zaman evliliyini İslam üzərində qurmasıdır. İlk öncə sevdiyini, seçdiyini, İslamı seçən birini seçməlidir. Yəni onunla evlənməlidir. Başqa hədisdə buyurulur ki, insan evləndiyi zaman bir neçə şeyə görə evlənir. Dininə görə, gözəlliyinə görə, əsli nəslinə görə, imkanına görə və həmçində dininə görə. Və sən deyir, dinin üçün olanı seç. Yəni, ilk öncə insan dini üçün olanı seçməlidir. Və həmçində insanın evladlarının hələ dünyaya gəlməmişdən öncə valideyn üzərində haqları vardır. Ata üzərində onun üçün gözəl bir ana seçməsi, dindar və həmçinin ana üzərində onun üçün dindar bir ata seçməsi üçün haqları vardır. Hələ dünyaya hələ evlənməmişdən öncə. Ona görə deməli, insan həyatını, ömrünü qurmalıdır İslam üzərində, İslam təməlləri üzərində və həmçinin öz həyat yoldaşını sünnədə gələn, Peyğəmbər s.ə.v-in həyatında baş verən və həmçinin Quranda bizə bildirilən əməllər üzərində
çalışıb öz həyat yoldaşı ilə davranmalıdır. Bunlardan biri də misal olaraq insan gecə namazına durduğu zaman öz həyat yoldaşını durğuzması. Necə ki Peyğəmbər s.ə.v buyurur ki, Allah o kişiyə rəhm etsin. Duaya bax. Allah kişiyə rəhm etsin ki, gecə namazına durar və yoldaşını da durğuzar. Əgər durmasa onun üzünə su çiləyər. Və həmçinin Allah Teala o qadına rəhm etsin ki, gecə namazına durar və ərini də durğuzar. Əgər durmazsa onun üzünə su çiləyər. Subhanallah, kim bizdən Peyğəmbər s.ə.v duasını istəməz ki? Fikir versəz, yəni İslam üzərində elə bir ki, insan özü üçün elə bir qadın və yaxud da qadın özü üçün elə bir ər seçməlidir ki, onun əlindən tutub onu cənnətə aparası. Cənnətə salana qədər onun əlindən buraxmayası bir həyat yoldaşı seçməlidir. Ona görə ola bilər insan cahil olub, evlənib, sonra hidayətə gəlib. Ondan sonra hidayətə gəldikdən sonra da Allah Teala bu nuru sənə verdikdən sonra da çalışıb bu neməti əldə saxlamaq lazımdır. Bu nemət üzərində axirət xoşbəxtliyi üçün çalışmaq lazım. Və sonra səbəblərdən, deməli, birincisi insan həyatını İslam üzərində qurmalıdır və ikincisi səbəblərdən odur ki, gözəl əxlaq. Gözəl əxlaq həqiqətən bir insanın, xüsusən də bir müsəlmanın mücəvhəridir, incisidir. Yəni pula biçilməz bir şeydir. Gözəl əxlaq. Peyğəmbər s.ə.v buyurur ki, insan gözəl əxlaqı səbəbilə gündüzləri oruç tutan və gecələri də namaz qılan insanın dərəcəsinə çatar. Gözəl əxlaqı səbəbilə, gözəl əxlaq səbəbilə. Baxın, Peyğəmbər s.ə.v-in əxlaqı necə olur? Peyğəmbər s.ə.v yemək yediyi zaman baxırsan ki, bir sümüklü ət götürərdi. Ayşə radiyallahu anhəyə, Peyğəmbər s.ə.v zövcəsinə oradan onun ağzına verərdi, dişlətərdi ona və sonra o dişlədiyi yerdən özü dişləyərdi. Və bilərdi ki, bu Ayşənin yoldaşının xoşuna gəlir. Fikir versəz. Və bəzən də Peyğəmbər s.ə.v bir dəfə müharibəyə, döyüşə, cihada çıxdığı zaman Ayşə radiyallahu anhə də Peyğəmbər s.ə.v səfərdə yolçuluq edir. Və yol əsnasında sahabələri önə buraxır və özü Peyğəmbər s.ə.v özü həyat yoldaşı ilə arxada qalır və deyir ki, Ayşəyə deyir ki, Ayşə, gəl yarışaq. Fikir ver, Peyğəmbər s.ə.v 50 yaşlarından, 50-ci yaşlardan yuxarı və Ayşə radiyallahu anhə isə cavan, arıq bir qadın idi. Və qaçırlar, yarışırlar və Peyğəmbər s.ə.v ona uduzur. Fikir ver, demədi ki, mən hara, sən hara, mən ümmətin Peyğəmbəri, səninlə birlikdə mən yarışmaq, mənə sığışmaz. Fikir versə, hətta Peyğəmbər s.ə.v özü belə təklif etdi ki, gəl yarışaq. Fikir, bu Peyğəmbər s.ə.v-in əxlaqıdır. Fikir, və bizim də əxlaqımız Peyğəmbər s.ə.v-in əxlaqı kimi olmalı. Ən azından çalışmalıyıq. Ancaq günümüzdə təəssüflər olsun ki, bacılar öz həyat yoldaşları ilə və həmçinin də qardaşlar öz həyat yoldaşları ilə problemli həyat yaşayırlar. Yəni onların bir-birlərinin xoşlarına gəlməyəcək şeylər edirlər. Onları bir növ qıcıqlandırırlar. Bir növ onlara həyatda istədikləri və yaxud da istəmədikləri halda onlara acı daddırırlar. Həqiqətən bu bir müsəlman üçün yaraşmaz. Məsələn, səbəblərdən biri də odur ki, bir-birlərinə olan ər-arvadın bir-birlərindən soyumasına gətirib çıxaran amillərdən bir neçəsi var. Bunların bir neçəsini götürəsirik. Bunlardan birinə misal olaraq bir insanın siqaretə qurşanmasıdır. Siqaret bildiyimiz kimi elə bir şeydir ki, dinimizdə haram olan bir şeydir. İnsanın ömrünü, həyatını əlindən alan bir şeydir və xəstəliklərə düçar olan bir şeydir. Həmçində başqalarına əziyyət verən, qoxusu olan bir şeydir. Fikir və insan siqaret çəkir və onun ətrafındakına özündən daha çox zərər verir. Və həmçinin siqaret çəkdiyi zaman insanın ağzına qoxu və həmçində mədəsinə, yəni daxili orqanlarına, mədəsi deyəndə ciyərlərinə qoxu, artıq onun qoxu hopur və yəni bir kişinin də ən yaxın olduğu bir şəxs də o da həyat yoldaşıdır. Ona o siqaret çəkməklə özünə bir zərər vermək, bir və həmçinin də öz həyat yoldaşı üçün də əziyyət verir. Onun iyi ilə onu narahat edir. Onun iyi ilə həyatı onun başına zay edir. Yəni insan dilə gətirməsə
dilə gətirməsə belə baxırsan ki, insanda öz ərinə qarşı soyuqluq yaranır. Digər insanlardan danışdıqları zaman gözəl qoxu gəlir, ancaq öz ərindən isə üfunət iyi gəlir. Və deməli, ağıllı insanlardan, ağıllı qadınlardan biri belə bir şey edir. Deməli, hər dəfə axşam soğan yeyir və yatağa girir qadın. Hər gün axşam soğan yeyir və yatağa girir. Və kişi də 1, 2, 3 axırı dilə gəldi. Hər gün sənin ağzından soğan iyi gəlir. Və qadın da deyir ki, mən illərdir sənin ağzından gələn siqaret iyinə nə edirəm? Tab gətirirəm, onu dözürəm, əziyyət çəkirəm. Və sən isə, yəni, bax, mənim ağzımdan sən necə iyi gəlirsə, sən necə narahat edirsə, sənin ağzından gələn iyi də məni o şəkildə narahat edir. Və həqiqətən kişiyə gözəl bir şəkildə dərs verir və kişi də siqareti tərk edir. Və həmçinin kişinin öz yoldaşına əziyyət verən səbəblərdən biri də odur ki, kişinin öz qadınını bəyənməməsi, onun fiqurasını bəyənməməsi, onun yaradılış formasını bəyənməməsi, bədən quruluşunu bəyənməməsi, qaşının, gözünün quruluşunu bəyənməməsi. Yəni, subhanallah, insan bunu heç vaxt dilə gətirməməlidir. Bu, Allahın verdiyi bir xilqətdir, bir yaradılışdır. İnsan onu həyat yoldaşına deməklə bir neçə problem. Problemlərdən birincisi yoldaşını özündən soyudur. İkincisi, Allahın ona verdiyi bu qaşa gözə, bu bədənə, bu quruluşa görə Allaha üsyan olmasına, üsyana çıxmasına səbəb olur. Üçüncüsü, qadın bu şeyləri aradan qaldırmaq üçün müəyyən cərrahi əməliyyatlara və öz övrət yerini başqalarının yanında açmağa vadar etməyə səbəb olur. Yəni, nə qədər problemlərə gətirib çıxarır. Ancaq insan düşünsə ki, bax, mən istədiyim, yəni birincisi insan özü baxıb, seçib, ona görmə niyə görədir evlilikdə. Əgər xoşun gəlmirsə, imtina edə bilərsən, evlənməyə bilərsən, başqa birinə baxa bilərsən. Əgər seçmisənsə, bəyənmisənsə, artıq bununla razı olmalısan və buna görə insanı azarlamamalısan, insana bunu başına vurmamalısan, ona əziyyət verməməlisən. Hətta xoşuna gəlməsə belə ona bu şəkildə əziyyət verməməlisən. Yəni, insan gərək kişi də özünə baxsın. Kişi də özünə baxsın ki, yaxşı, mən bu qadını bu şəkildə istəyirəm. Bədən fiqurası, qaşı, gözü, hər bir tərəfi. Yaxşı, mən onda o qadının istədiyi bir fiqurdayam. Yəni, çünki hər elmlidən daha üstün elmdə olan biri var. Hər imkanlıdan daha üstündə olan bir imkanlı var. Hər fərasətli olan insandan daha üstün bir fərasət olan insan var. İş bacarığı həmçinin, eləcə də gözəllik baxımından Allah-u Teala insanları gözəllik baxımından da müxtəlif yaratmışdı. Yəni, bu qadın o birisindən daha gözəl ola bilər, o birisi o birisindən daha gözəl ola bilər. Həmçinin də kişi biri digərindən və ondan da o birisi daha gözəl, ondan da o birisi zahiri baxımdan gözəl, yaraşıqlı ola bilər. Yaxşı, bəs mən onda onun istədiyi kimiyəm? Ona görə insan gərək bu məsələdə qarşı tərəfi də fikirləşsin. İnsan belə fikirləşərsə, baxarsan, görər insan bu məsələdən qayıtar və özündən daha yaraşıqlı birini gördüyü zaman fikirləşə bilər ki, ola bilsin ki, məni zövcəmin istədiyi şəxs budur. Məsələn, mən isə ondan başqa şey istəyirəm. Yəni, bu Allahın mənə verdiyi bir qədəridir. Allahın qədəri ilə mən də razı olum və həmçində həyat yoldaşım da razı olsun və bir daha bu məsələni açmamaq şərti ilə bu məsələyə son qoymaq lazım. Ona görə gərək insan öz həyat yoldaşına əziyyət verməsin və həmçinin insanın həyat yoldaşına əziyyət verən məsələlərdən biri də bugünkü gündə ən böyük problem və həmçinin ailələrin gətirib dağılmasına çıxaran və arada söz-söhbətin yayılmasına səbəb olan amillərdən biri də telefondur. Telefon həqiqətən çox böyük bir müsibətdir. Yəni, bəzən telefon səbəbilə ər-arvad arasında bir-birinə olan inamsızlıq ortaya düşür və bunun səbəbi ilə qısqanclıq yaranır və bunun səbəbi ilə digər insanların haqqına girilir və pissəndə olunur və nə qədər problemlər ortaya çıxır. Deməli, telefon ilk öncə nədir? İnsanın etibarsızlığına səbəb olan amillərdən biridir.
Yəni fikir versəz, bəzi ər-arvad, daha doğrusu desək, çox ər-arvad arasında baş verən bir məsələ budur ki, kişinin qadının telefonunu izləməsi və həmçinin qadının öz kişisinin telefonunu izləməsi və xüsusən də bu məsələlər müsəlman ailələrdə olması həqiqətən də insana əziyyət verir. Bəzən də kişi öz qadınından şübhələnmir. Ya ola bilsin ki, telefonda müəyyən kod qoyulub və kod sadəcə uşaqların açılması üçün və ya telefon itərsə onun tapılması, tapan adamın müəyyən şeylərə çatmaması üçün ola bilsin kod qoyulsun. Amma bu koddan yoldaşın da xəbəri olur və həmçinin ərin və həmçinin qadının da xəbəri olur və yaxud da ki, yaxın olan bir insanların xəbəri olur. Yəni bu səbəb olarsa qısqanclıq olmur. Amma burada bir məsələlər var ki, bəzən insan telefon səbəbi ilə bəzi xəstəliyə yoluxur. Nədir bu xəstəlik? Yəni bəzən kişilər, qadınlarda olur, daim yoldaşının telefonunu götürür, qurdalayır. Yəni belə qadınlar var, psixi cəhətdən problemi olan qadınlar var. Daim evə girdi, onun telefonunu alır, başlayır onu qurdalamağa. Buna kim yazıb, nə edib, nağarıb və bunun kontaktında kimlər var, adlar nədir, bu ad kimdir, zəng edir, onu dinləyir, sənə zəng edən kim idi? Bu kişidə diskincilik yaratan bir şeydir. Öz həyat yoldaşına görə diskincilik yaratan, ondan soymağa və bezgincliyə səbəb olan, ailə problemlərinin yaranmasına səbəb olan amillərdən biridir. Ona görə gərək bacılar bu məsələdə belə diqqətli olsunlar. Yəni ilk öncə yəni onlara olan etibarını, onlara olan ümidini itirməsinlər. Çünki ümid itərsə, etibar itərsə, Allah qorusun, o əvvəlki məhəbbət, əvvəlki sevgi, əvvəlki hörməti təzədən əldə etmək çətin məsələdir. Və həmçində eyni problem kişilərdə baş verir. Baxırsan ki, əlinə daim evə gəldi, işdən gəldi, baxırsan ki, daim yoldaşın telefonunu. Bu daha şiddətlidir. Ola bilsin ki, orada bacının telefonunda, qadının telefonunda ola bilsin ki, elə statuslar qoyula bilər və yaxud da ki, bacı ilə elə qadınla əlaqə saxlamış ola bilər. Hicablı qadınlardır, yəni müəyyən şəkillər atıb ola bilərlər. Və yaxud da ki, qadınlar arasında olan bəzi məsləhətli işlər olur. Filan kəs barəsində, filan kəsin qızını filan kəsə düzəltmək barəsində, filan bacı barəsində müəyyən araşdırmalar olur. Belə şeylər ola bilsin ki, qardaş üçün uyğun olmaya bilər. Ancaq qardaş ona qulaq asmaqla filan qadın barəsində müəyyən qeybi məsələləri bilər və bu sirrin açılmasına, yayılmasına və onun barəsində pis zənnə düşməsinə səbəb ola bilər. Və həmçində o telefonda qadına aid olan digər hicablı qadınların açıq başlı şəkilləri ola bilər, özlərinə xüsusi olaraq müəyyən geyim formasını göstərən və yaxud da aldığı təzə paltarı kiməsə göstərən formada şəkillər, videolar ola bilər və həmçinin kişi ona baxmaqla nə edər? Birincisi fitnəyə düşər, göz haramına düşər və həmçinin də öz həyat yoldaşının qəlbinə Allah qorusun bir ləkə salar. Onun barəsində, çünki kişinin kişi xilqəti var, kişinin kişi yaradılışı var, kişinin kişi xüsusiyyəti var. Yəni bir kişiyə yaraşmaz ki, götürsün qadının telefonunu və telefonda olan qadınlara baxsın. Bu həqiqətən bir qadın üçün əzab verən bir şeydir, bir qadın üçün əziyyət olan bir şeydir. Ona görə bundan uzaq olmalıdır, bundan bacardığı qədər çəkinməlidir. Və insan yenə də bu formada əksini fikirləşməlidir ki, yaxşı, mən onda insan belə fikirləşsin ki, yaxşı, mən bu qadının telefonunu götürürəm, onun statuslarına baxıram, oradakı digər bacıları görürəm, hansı ki, onlar mənim üçün naməhrəmdir. Və həmçində qadınının digərləri ilə yazışdığı yazışmanı oxuyuram, hansı ki, mənə aid olmayan bir şeydir. Yaxşı, bəs onda yoldaşının sənin telefonunu götürüb, sənin statusunda olan digər qardaşlara baxmağı səni sevindirərmi? Yoldaşının sənin telefonunda digər qardaşlarla olan yazışmalarını, digər qardaşlar barəsində danışılan sözləri bilməsi sənin xoşuna gedərmi? Və həmçində oradakı profillərə baxaraq müəyyən qardaşları görməsi, onlar barəsində fikirləşməsi, onlar barəsində fitnəyə düşməsi, ey qardaşım, sənin xoşuna gələrmi? Ona görə sənin üçün istəmədiyin bir şeyi gərək digər üçün də istəməsin. Peyğəmbər sallallahu aleyhi və səlləm nə buyurur?
La yu'minu ahadukum hatta yuhibbu li axihi ma yuhibbu li nefsihi. Sizlerden biri kamil şekilde iman getirmez. La yuhibbu li axihi ma yuhibbu li nefsihi. Özü için istemediği bir şeyi qardaşı üçün də istemedikçe kamil iman getirmiş sayılmaz. Demək, sənin nəfsinə ağır gəlirsə, sənə çətin gəlirsə, sənə bu şeyi qaldırmaq həqiqətən də məşəqqətdirsə, bəs onda qadın üçün necə? Qadın üçün daha da şiddətli. Çünki "Er-ricalu qavvamun alen-nisa." Kişilər qadınlar üzərində güclüdürlər, güc sahibidirlər. Yəni kişilər güclüdürlər. Həm bədən cəhətdən, həm qəlb cəhətdən, həm ağıl cəhətdən onlar daha üstündürlər qadınlara baxanda, qadınlara nisbətən özlərini saxlamaqda, səbr etməkdə. Bəs onda necə ola bilər ki, sən buna tab gətirə bacarmırsan, dözə bilmirsən, ancaq sən yoldaşının buna tab getməsini istəyirsən. Yoldaşının buna səbr etməsini istəyirsən. Ona görə insana əziyyət verən şeylərdən, xüsusən də müasir günümüzdə əziyyət verən şeylərdən biri də yəni bu məsələdir. Ona görə ey qardaşım, sən bacardığın qədər əgər bu xəstəliyə yoluxmusansa, bu xəstəlikdən uzaq ol. Ola bilər müəyyən vaxtlarda insanın ehtiyac ola bilər ki, telefon götürülsün, baxılsın. Yani bu olan bir şey, ama bir insanın her gün telefonu götürmesi ve her gün bunu incələməsi həqiqətən də bu evdə problemin yaranmasına səbəb olar və həmçinin ər-arvad arasında soyuqluğun yaranmasında səbəb olar. Kişinin və həmçinin də qadının fitnəyə düşməsinə səbəb olar və nə qədər fitnələr var ki, elə bu şeydən başlamışdır. Şəkili görməsindən, ona maraq göstərməsindən, nömrəsini götürməsiyle, yazmasıyla və sonra da ailənin dağılması, uşaqların isə ortalıqda qalması ilə başa çatmışdır. Allah qorusun. Ona görə bu fitnəyə düşməmək lazım. Bundan uzaq olmaq lazım və evdəkilərə əziyyət verməmək lazım. Həm qadın tərəfdən və həmçinin kişi tərəfdən bir-birinə anlayışlı olmaq lazım. Və həmçində ailənin davamiyyətli olmaq üçün, davamlı olması üçün olan səbəblərdən birində şeyh gətirir ki, insanın bir gözünün yumulu olmasıdır. Hər hansı bir məsələ barəsində, yəni qadının məsələsi barəsində ola bilsin ki, yəni hər işdə yaxşıdır, ancaq bir işə gəldikdə isə onu bacarmır. Yəni insan digər yaxşı işlərinə baxmalıdır və onun o pis işinin üstünü ört-bastır etməlidir. Və hər xırda bir məsələyə görə mübahisə yaratmamalıdır. Yəni mehriban olmalıdırlar. Yəni bu məsələ açıq-aşkardır ki, insanın bir gözünün yumulu olması, yəni çox şeyi görməzlikdən gəlməsidir. Bir var ki, insanın həqiqətən dininə, əxlaqına və həmçinin yəni insanın ədəbinə qarşı olan bir şey. Burada şübhə yoxdur ki, insan buna heç vaxt göz qıpa bilməz. Dəyyusluğa insan heç vaxt göz qıpa bilməz. Əxlaqsızlığa insan heç vaxt göz qıpa bilməz. Yalnız ki, müəyyən məsələlər var ki, yəni həyatımızda baş verir. Məişət məsələləri, yemək məsələləri, paltar məsələləri, təmizlik məsələləri. Yəni bu cür məsələlər var ki, insan məsələlərdə mütləqdir ki, bir gözü kör olsun ki, ailənin mehriban olması və həmçinin ailənin davamiyyətli olması və həmçinin ailənin bir-birinə olan məhəbbətini artırılması üçün və həmçinin bir-birinə olan sevginin artması və evliliyin davam etməsi üçün olan səbəblərdən birini də götürə bilərik ki, insanın gözəl bir şəkildə rəftar etməsi, dil baxımından. Yəni öz həyat yoldaşına gözəl sözlər deməsi, hətta insan sevməsə belə, hətta insan istəməsə belə, qəlbindən gəlməsə belə, gərək bu sözləri dilindən əksik etməsin. Yəni yemək xoşuna gəlməsə belə, desin ki, necə də gözəl yemək bişirmisən. Hətta gözəl olmasa belə insanın həyat yoldaşı, sən necə də gözəlsən. Allah da səni mənə sevdirib. Və həmçinin ola bilsin ki, kişidir, zəifdir, xilqət baxımından zəifdir, acizdir və qadın onun acizliyini ona deməsin. Desin ki, Allah Teala sənə necə də gözəl bir cəsəd verib, necə də gözəl bədən verib, necə də gözəl qəlb verib. Yəni onun məhəbbətini, onun qəlbini oxşayası bir sözlə onun məhəbbətini qazanmaq. Yəni vallahi ki, belə şeylər olduğu zaman insanın bir-birinə olan sevgisi artır, məhəbbəti artır. Və baxırsan ki, belə sözlər deyildiyi zaman insan nəinki bir neçə məsələ, bəzən hər bir şeyə göz yumur. Hər bir şeyə insan göz yumur. Ona görə dil elə bir şeydir ki,
yorulmur. Dil elə bir şeydir ki, insanın həm cənnətə və həmçinin də cəhənnəmə düşməsi üçün olan səbəblərdəndir. Buna görə insan bacardığı qədər dilini Allahın razı qaldığı məsələlərdə islah etməlidir. Zikirlə və həmçinin gözəl sözlə və həmçinin xüsusən də bu sözlərin ən çox istifadə olunması, yönəldiləsi insanın həyatındakı olan həyat yoldaşıdır. Hər qadın üçün və həmçinin qadın öz əri üçün, həmçinin evladlar üçün gözəl bir şəkildə, yəni dili bizdə deyirlər ki, dili baldır. Yəni dilə bal sütmək lazımdır. Ən azından insanın əlindən bir şey gəlməsə də, gərək ancaq dili səbəbilə müəyyən şeyə çatması, müəyyən şeyə çata bilər. Yəni dili səbəbilə insanların sevgisini qazana bilər və həmçinin dili səbəbilə insanların nifrətini qazana bilər. Ona görə Allahdan istəyirik ki, Allah-u Teala hər bir müsəlmanın ailəsini fitnə fəsad əhlindən qorusun və onlara xeyirli bir ömür nəsib etsin. Fitnə fəsad düşən ailələr varsa, Allah-u Teala onların ailələrini bu fitnə fəsaddan azad etsin və onlara xeyirli, xoşbəxt, gözəl bir həyat nəsib etsin. Həm dünyada və həmçinin də axirətdə onları Firdevs cənnətində cəm etsin və onları Peyğəmbər s.ə.v-in hovuzu başında birlikdə olmağı nəsib etsin. Amin. Subhanəkəllahumma və bihamdik. Nəşhədu ən la illə əntə nəstəğfiruka və nətubu ileyk.